Salam əziz dinləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün çoxumuzun sevdiyi, süfrələrimizdə tez-tez yer alan və dadı ilə yanaşı faydalı qida hesab edilən bir meyvə haqqında danışacağım. Söhbət üzüm meyvəsindən gedir. Üzüm tərkibində müxtəlif vitaminlər, minerallar, antioksidantlar və təbii şəkərlər olan meyvələrdən biridir. Bir çox insan üzümü sağlam qida hesab etdiyi üçün onu rahatlıqla və istənilən miqdarda yeyir. Amma burada çox vacib bir məqam var. Faydalı hesab edilən hər bir qida hər bir insan üçün eyni dərəcədə uyğun olmaya bilər. Bəzi insanlarda üzümün miqdarına xüsusi diqqət etmək lazım gəlir. Bəzi xəstəliklər və sağlamlıq problemləri zamanı isə üzüm qəbulunu məhdudlaşdırmaq, hətta fərdi vəziyyətdən asılı olaraq həkimlə məsləhətləşmək lazım ola bilər. Bəs yaxşı, kimlər üzüm yeyərkən ehtiyatlı olmalıdır? Üzüm hansı xəstəliklər zamanı problem yarada bilər? Şəkərli diabeti olan insanlar üzüm yeyə bilərmi? Böyrək problemi olanlar üzümə necə yanaşmalıdır? Mədə-bağırsaq problemi olan insanlarda üzüm hansı narahatlıqlara səbəb ola bilər? Və ən vacibi, sağlam insan üzümü nə qədər yeməlidir? Bu sualların cavablarını videonun davamında ətraflı izah edəcəm. Ona görə də videonu sona qədər izləyin. Əgər sağlamlıq mövzusunda faydalı məlumatları sevirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. İlk növbədə şəkərli diabeti olan insanlar üzümün miqdarına diqqət etməlidir. Üzümün tərkibində təbii şəkərlər olduğu üçün çox miqdarda qəbul edilməsi qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Bu o demək deyil ki, diabeti olan hər kəs üzüm yeməyi tamamilə dayandırmalıdır. Əsas məsələ porsiyaya və ümumi qidalanmaya nəzarət etməkdir. Üzümün tərkibində kalium var. Buna görə də ciddi böyrək xəstəliyi olan və kalium qəbulunu məhdudlaşdırmalı olan insanlar üzümü özbaşına böyük miqdarda yeməməlidir. Üzümün tərkibində kalium olduğu üçün belə insanlar üzümü nə qədər qəbul edə biləcəklərini həkimləri ilə dəqiqləşdirməlidirlər. Amma burada da bir məqamı xüsusi vurğulamaq lazımdır. Böyrək xəstəliyi olan hər bir insana üzüm qadağan edilmir. Böyrək xəstəliyinin növü, xəstəliyin mərhələsi, qanda kalium səviyyəsi və həkimin təyin etdiyi pəhriz nəzərə alınmalıdır. Üzüm bəzi insanlarda həzm sistemi ilə bağlı narahatlıq yarada bilər. Xüsusilə çox miqdarda üzüm qəbul edildikdə köp, qarında şişkinlik, qaz və bəzi insanlarda ishal kimi problemlər yarana bilər. Əgər siz üzüm yedikdən sonra davamlı olaraq belə problemlərlə qarşılaşırsınızsa, üzümün miqdarını azaltmaq və səbəbi araşdırmaq üçün həkimlə məsləhətləşmək yaxşı olar. Nadir hallarda üzümə qarşı allergiya da müşahidə oluna bilər. Üzüm yedikdən sonra səpki, qaşınma, dodaq və ya boğazda şişmə, nəfəs almaqda çətinlik kimi əlamətlər yaranarsa, üzüm qəbulunu dayandırmaq və xüsusilə ciddi simptomlarda təcili tibbi yardım almaq lazımdır. Bəs yaxşı, üzüm nə qədər yemək olar? Əgər sağlamlığınızla bağlı xüsusi məhdudiyyət yoxdursa, üzüm balanslı qidalanmanın bir hissəsi hesab oluna bilər. Amma üzümün faydalı olması o demək deyil ki, onu həddindən artıq yemək lazımdır. Böyük porsiyalar həm şəkər, həm də ümumi kalori qəbulunu artıra bilər. Ona görə də ən düzgün yanaşma üzümü müxtəlif meyvələrlə birlikdə ölçülü və balanslı şəkildə qəbul etməkdir. Burada çox vacib bir fərqə də toxunaq. Bütöv üzüm və ya üzüm şirəsi eyni qida formasına malik deyil. Bütöv meyvə yeyildikdə lif və çeynəmə prosesi insanın daha yavaş yeməsinə kömək edir. Şirə isə daha sürətli və daha böyük miqdarda qəbul edilə bilər. Buna görə sağlam qidalanma baxımından bütöv meyvələr çox vaxt daha məqsədə uyğun seçimdir. Beləliklə, əziz dinləyicilər, bugün kimlərə üzüm yemək olmaz sualını ətraflı şəkildə araşdırdıq. Unutmayın, hər bir insanın sağlamlıq vəziyyəti fərqlidir. Əgər hər hansı xəstəliyiniz varsa və üzümün sizin üçün uyğun olub-olmadığını bilmirsinizsə, həkimlə məsləhətləşmək ən doğru seçimdir.